Qarabağın Çempionlar Liqasındakı növbəti möhtəşəm qarşılaşması ilə bağlı mühüm qərar açıqlanıb. Klubun Hollandiya nəhəngi Ajaxla keçirəcəyi oyun ictimai televiziyada canlı yayımlanacaq. Offside+.az bildirir ki, İTV bu barədə rəsmi məlumat yayıb. Qərar Saran Media ilə əldə olunmuş müqavilə çərçivəsində verilib. Bu müqaviləyə əsasən 2025-26 mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının bütün qarşılaşmaları ictimai televiziyada tamaşaçılara təqdim olunur. Bununla yanaşı, Qarabağ klubunun Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi bütün oyunlarda yenə İTV tərəfindən yayımlanacaq. Son günlər tərəflər arasında aparılan danışıqlardan sonra yayım proqramında dəyişiklik etməyə ehtiyac olduğu bildirilib. Əvvəlcədən plan üzrə maçın CBC Sportda yayımlanması nəzərdə tutulsa da, aparılan müzakirələrdən sonra Qarabağ Ajax görüşünün İTV-də nümayiş etdirilməsi barədə ortaq qərar qəbul olunub. Bu qərar həm yerli futbol azarkeşləri, həm də Qarabağın Çempionlar Liqasındakı çıxışını yaxından izləyən milyonlarla tamaşaçı tərəfindən müsbət qarşılanıb. Maç dekabrın 10-u saat 21:45-də start götürəcək və Azərbaycanın ən çox izlənən televiziya kanallarından birində canlı efirdə təqdim olunacaq. Bu, həm yayıma keyfiyyət, həm də daha geniş izləyici auditoriyasına çatmaq baxımından önəmli addım hesab olunur. Sizcə, Qarabağ bu möhtəşəm qarşılaşmada Ajaxa qarşı nə nəticə qazanacaq? Qarabağın SYL-dəki bütün xəbərləri, son dəqiqə qərarları və qarşılaşma sonrası analizləri ilk siz eşitmək üçün kanala abunə olmağı unutmayın.